Salam dostlar, bugün sizlerle birlikte biraz geçmişe, texnologiyanın hələ indiki qədər irəli getmədiyi dövrlərə qayıdacağıq. Əlimdəki bu cihaz iPhone 4S bəlkə də bir çoxunuz üçün nostalji hissi doğuracaq. O vaxtlar bu telefon möcüzə kimi görünürdü. Apple'ın ən son texnologiyası idi və demək olar ki, hamının arzusuna çevrilmişdi. İndi gəlin baxaq görək iPhone 4S bugünümüzdə nə qədər güclüdür. Hələ də gündəlik istifadə üçün yetərlidirmi, yoxsa keçmişdən qalan bir xatiləyə çevrilib? Bu suallara birlikdə cavab tapacağıq. iPhone 4S ilk dəfə 2011-ci ilin 4 oktyabrında təqdim olundu və cəmi 10 gün sonra satışa çıxdı. Artıq istehsalı dayandırılıb, amma texnologiya tarixində öz yeri olan cihazlardan biridir. Cihazın çəkisi 140 qramdır. Ön və arxa hissəsi şüşə ilə örtülüb, çərçivəsi isə paslanmayan poladandır. Bu dizayn ona həm premium görünüş, həm də möhkəmlik verir. Micro SIM kart dəstəkləyir və arxa paneli cızılmalara qarşı davamlıdır. Ekran 3.5 düym ölçüsündədir və IPS LCD texnologiyasından istifadə olunurdu. Görüntü keyfiyyəti o dövr üçün olduqca yuxarı səviyyədə idi. Piksellərin sıxlığı 330 ppi civarındadır ki, bu da görüntülərin olduqca kəskin və təmiz görünməsini təmin edirdi. Ekranı qorumaq üçün Corning Gorilla Glass və Aliofob örtük istifadə olunub. iPhone 4S ilkin olaraq iOS 5 ilə gəlmişdi, amma sonradan iOS 9.3.6 versiyasına qədər yenilənə bildi. Cihazda Apple A5 çipi var. Bu 45 nanometrlik çip 2 nüvəli 1 GHz Cortex A9 prosesorla və PowerVR CX 543 MP2 qrafik çipi ilə birlikdə çalışır. Bu kombinasiya vaxt üçün olduqca güclü hesab olunurdu. Cihazda yaddaş kartı yuvası yoxdur. Daxili yaddaş variantları isə 8, 16, 32 və 64 GB-dır. RAM həcmi isə 512 MB-dır. Bugün üçün az görünsə də, o dövrün proqramları üçün kifayət edirdi. Əsas kamera 8 megapikseldir. HDR, panorama və LED flash kimi funksiyaları dəstəkləyirdi. Video çəkilişdə Full HD, yəni 1080p 30 fps imkanları vardı. Ön kamera isə VGA keyfiyyətində idi və əsasən video zənglər üçün istifadə olunurdu. Ön kamera ilə 480p video çəkmək mümkün idi. Cihazda həm dinamik, həm də 3.5 mm bulaqlıq girişi var. Səs keyfiyyəti testlərə görə o dövr üçün qənaətbəxş idi. Zəng səsi, səsli mesajlar və media oxutma üçün kifayət qədər güclü səsi vardı. Bluetooth versiyası 4-dür, lakin cihazda radio funksiyası yoxdur və USB 2 dəstəklənir. iPhone 4S-də akselerometr, giroskop, yaxınlıq sensoru və kompas mövcuddur. Bu sensorlar o dövr üçün inkişaf etmiş sayılırdı. Cihazın batareyası 1432 amper gücündədir və dəyişdirilə bilmir. 3G şəbəkəsində 200 saata qədər gözləmə rejimində qala bilir və 8 saata qədər danışıq vaxtı təqdim edir. iPhone 4S qara və ağ rəng variantlarında təqdim olunurdu. Bu dövrdə təxminən 190 avro qiymətinə satılırdı. Düzü, artıq bu telefon gündəlik istifadəyə tam uyğun deyil. Çünki işləyə olan proqramların əksəriyyəti daha yeni iOS versiyalarına ehtiyac duyur. Yəni YouTube, Instagram, WhatsApp kimi tətbiqlərin bir çoxu ya ümumiyyətlə açılmır, ya da çox yavaş işləyir. Browser istifadə etmək, zəng və SMS göndərmək, köhnə mahnılar dinləmək və ya şəkil çəkmək kimi sadə funksiyalar hələ də işləyir, amma performans gözləntiləri aşağı səviyyədə olmalıdır. Cihazın RAM-ı və prosesoru artıq müasir tələblərlə ayaqlaşa bilmir. Bu gün üçün iPhone 4S daha çox nostalji məqsədlər və ya kolleksiya üçün istifadə olunur. Klassik home düyməsi, qalın çərçivələri və yılcam ölçüsü ilə o dövrün ruhunu yaşadan bir cihazda. Eyni zamanda bəzi istifadəçilər üçün iPhone 4S sadə zəng və mesaj üçün ikinci telefon kimi hələ də iş görür, xüsusən də yaşı böyük olan və ya texnologiyaya çox bağlı olmayan şəxslər üçün məncə iPhone 4S texnologiya tarixində xüsusi yeri olan cihazlardan biridir. Bəli, artıq gündəlik istifadə üçün uyğun deyil, amma o dövr üçün bu telefon həm performansı, həm də dizaynı ilə bir çox yeniliyin qabağını açdı. Sirinin ilk dəfə tanıdılması, Full HD video çəkə bilən kamerası və şüşə dizaynı onu digər cihazlardan fərqləndirirdi. Deyəcə, iPhone 4S-in texniki xüsusiyyətləri və bugün üçün nə dərəcədə istifadə oluna biləcəyini sizinlə paylaşdım. Ümid edirəm maraqlı oldu və cihaz haqqında faydalı məlumatlar əldə etdiniz. Videonu bəyəndinizsə like edin. Texnologiyaya aid yeniliklərdə xəbərdar olmaq üçün abunə olun. Video haqqında fikirlərinizi şərhlərdə bölüşə bilərsiniz. Növbəti videoda görüşmək ümidi ilə hələlik.